Salam dəyərli abituriyentlər, mən Bəhruz müəllim. Bu gün sizə funksiyalar və qrafiklər mövzusunun 3-cü bölməsi olan y bərabər modulda x, y bərabər kökaltda x funksiyaları, onların qrafikləri və qrafiklərin çevrilmələrinə aid test izahlarını verəcəm. Birinci sualda bildirir ki, şəkildə hansı funksiyanın qrafiki təsvir edilmişdir? Baxıram ki, burada mənim kökaltı funksiyamdır və x-in mənfi 1-dir. O səbəbdən kökaltı funksiyadan x çıxılsın m-in üstəgəl n-in nəzərə alaraq y bərabər. Burada x-in mənfi 1 olduğunu bilib, n-im də 0-dır deyə funksiyamı alıram y bərabər x üstəgəl 1 kimi. Cavab olur B variantı. İkinci sualda da yenə funksiyanın qrafiki təsvir edilmişdir. Hansı funksiyanın? Burada yenə baxıram ki, y bərabər kök altda n-im yoxdur. X çıxılsın, elə mənim burada m-im 2-dir. O səbəbdən funksiyam olacaq x çıxılsın 2. Mən burada x çıxılsın 2-ni 0-a bərabər etsəm, yenə x-in 2 qiymətinin olduğunu alaram. Keçən növbəti suala bildirir ki, y bərabər kök altda x plus 3 funksiyasının qiymətlər çoxluğunu tapın. Bir şeyə diqqət edək ki, deməli bizdən təyin oblastı istəsə x-in qiymətlərini nəzərə alırıq. Amma qiymətlər çoxluğunu istəsə y-in qiymətlərini nəzərə alırıq. O səbəbdən burada bizdən qiymətlər çoxluğunu istəyir. Ona görə y-in müsbət qiymətlərində olur. Burada cavab olur, deməli y-in müsbət qiymətlərində. Yəni B bəndi. Sıfırdan müsbət sonsuzluğa doğru. Dördüncü sualda isə bildirir ki, təyin oblastını tapın. Təyin oblastı bildirirsə, o zaman x-in sıfırdan böyük qiymətlərini tapırıq. Burada mənim kökaltı ifadəm 3 çıxılsın x verilib. 3 çıxılsın x-i böyük bərabər 0 götürürəm. Buradan alıram ki, x digər tərəfə keçdi, x kiçik bərabər 3. Buradan da alınır ki, mənfi sonsuzluqdan 3-ə qədər. 3-ün özündə alır. Ona görə burada kvadrat mötərizə olacaq. Növbəti sualımızda bildirir ki, qrafik hansı funksiyaya uyğundur? Baxıram ki, mənim koordinat başlanğıcından keçir modul funksiyadır. O səbəbdən burada y bərabər modul funksiya olacaq. 6-cı sualda bildirir. Funksiyanın ən kiçik qiymətini tapın. Y bərabər modulda x çıxılsın 1 kiçikdir 0. Mən bilirəm ki, modul funksiyanın ən kiçik qiyməti 0-dır. O səbəbdən 0 çıxılsın 2 bərabər mənfi 2 olacaq. Növbəti misalda yenə burada ən kiçik qiymət 0-dır. 0-dan 1-i çıxdıqda cavab mənfi 1 alınır. 8-ci sualda modul funksiyanın ümumi formulunu yazaq. Deməli, ümumi formulu x çıxılsın m üstəgəl n formasındadır. Burada bir a-nı da yazaq. A da olur. İndi buradan baxıram ki, mənim x-im m olmalıdır. Y bərabər funksiyamı burada yazım. X üstə 2 çıxılsın 1. Baxıram ki, m müsbətə çevrilib. Deməli, burada mənim koordinatım biri mənfi 2. Digər koordinatımda baxıram ki, mənfi 1-dir. Deməli, mənfi 2, mənfi 1 A-da müsbətdir. Parabolanın qolları yuxarı. Baxıram ki, 8-ci sualda cavabım olacaq B variantı. Keçək 9-cu suala. Təyin oblastını tapın. Təyin oblastı deyirsə, burada x-larımı 0-dan böyük götürürəm. Bir dəfə 1 çıxılsın x böyük bərabər 0. Buradan alıram ki, x kiçik bərabər 1. Bir dəfə də x çıxılsın 1 böyük bərabər 0. Buradan da alıram x böyük bərabər 1. Buradan görürəm ki, bunun yalnız bir qiymətində ifadəm ödənir. Funksiyanın təyin oblastını tapın. Təyin oblastını tapın deyəndə biz burada kökaltı ifadəni 0-dan böyük götürərik. 3 çıxılsın pi bölünsün x çıxılsın 2 böyük bərabər 0 olmalıdır. İndi gələk. Burada baxıram ki, pi-nin qiyməti 3 tam %14 eləyir. Ona görə yuxarı mənfidir. Yuxarı mənfidirsə ifadənin 0-dan böyük olması üçün məxrəc də mənfi olmalıdır. X çıxılsın 2 kiçikdir 0. Kiçik bərabər olmaz. Məxrəc 2 qiymətini ala bilmir o səbəbdən. Buradan da alıram ki, x kiçikdir 2. Deməli cavab olur. Mənfi sonsuzluqdan
2-yə qədər. Onda E variantı. Növbəti sualda yenə eyni qaydada kökaltı ifadəni 2x çıxılsın 8, pi çıx 3 böyük bərabər 0 götürməliyəm. Burada pi 3,14-dür. Baxıram ki, məxrəcim müsbətdir. Belə deyək, ümumi ifadə müsbət olması üçün 2x çıxılsın 8 də böyük bərabər 0 olmalıdır. Burada 8-i ala bilir çünki sürətdədir. Buradan 2x böyük bərabər 8, x böyük bərabər 4 olacaq. Burada olur ki, cavab 11-də 4-dən müsbət sonsuzluq. Amma burada baxıram D variantında 4 daxil deyil deyə cavabım deyil. Cavabım E variantıdır, 4 özü də daxildir. Funksiyanın ekstremum nöqtəsini tapın. Ekstremum nöqtəsini tapmaq üçün verilmiş funksiyanı sıfıra bərabər edirik. O səbəbdən burada yazıram 2x üstəgəl 10 bərabər 0, 2x bərabər -10, x bərabər -5 qiymətində ekstremum taparıq. 13-cü sualda yenə eyni qayda deməli. Təyin oblastını tapın. Dedik ki, kökaltı ifadəni götürməliyik böyükdür 0. İndi burada mən 5 çıxılsın kök altda 26, kök altda 26. Məxrəcdə də 2x çıxılsın 9 böyük bərabər 0 götürürəm. Baxıram ki, bu 5 kök altda 25. Kök altda 25-dən kök altda 26-nı çıxanda mənfi alınır. Sürət olur mənfi. Sürət mənfidirsə, ümumi ifadənin müsbət olması üçün məxrəc də mənfi olmalıdır. 2x çıxılsın 9 kiçikdir 0. Məxrəcdə olduğuna görə kiçik bərabər ola bilmir. Buradan da alıram ki, 2x kiçikdir 9, x kiçikdir 4 onda 5-dən. Deməli, mənfi sonsuzluqdan 4 onda 5-ə olacaq. Cavab olur, mənfi sonsuzluqdan 4 onda 5-ə. 4 onda 5 daxil deyil. Cavab olur 13-də D variantı. Keçək 14-cü suala. O parametrin neçə tam qiymətində funksiyasının qrafik koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçmək üçün burada mənim x-im də 0 olmalıdır, y-im də 0-a bərabər olmalıdır. O səbəbdən buradan baxıram ki, deməli olur 0 bərabər kök altda 0 üstəgəl a kvadrat çıx 9-un kvadratı üstəgəl a kvadrat çıx 9. Burada bu a kvadrat çıx 9-u modulda çıxartsam, a kvadrat çıx 9-u modulda çıxartsam, bu digər tərəfə keçəndə olur 9 çıxılsın a kvadrat. Burada baxıram ki, moduldan əksi çıxıb. Moduldan bunun əksi çıxıbsa, deməli modulun daxilindəki ifadə a kvadrat çıx 9 burada kiçik bərabər 0 alınacaq. Yəni mənfidir. Əks çıxmaq üçün bu ifadə mənfi olmalıdır. Buradan da alıram ki, a çıxılsın 3, a üstəgəl 3, kiçik bərabər 0, interval çəkərəm -3-dən 3-ə, müsbət, mənfi, müsbət. Mənə bildirir ki, A parametri neçə tam qiymətdə? Baxıram ki, burada mənim özləri də daxildir. -3-dən 3 olar. Araqdakı ədədləri tapmaq üçün böyükdən kiçiyi çıxıram. Böyükdən kiçiyi çıxıram. 3 çıxılsın, -3, müsbət 3. O, hər ikisi daxil olduğuna görə üzərinə 1 gəlirəm. Deməli, -3, 3 aralığında 7 ədəd var. Cavab olur 7. Keçək növbəti suala. 15-ci sual yenə eyni tipli sualdır. 15-də bildirir ki, A parametrinin neçə tam qiymətində funksiyanın qrafik koordinat başlanğıcından keçər. Burada yenə x-imi də 0, y-imi də 0 götürərəm. Buradan alıram ki, deməli, birbaşa qeyd edirəm. Modulda a kvadrat çıx 16 bərabər 16 çıxılsın a kvadrat. Yenə modul əks çıxdığına görə burada modul daxilindəki ifadənin kiçik bərabər 0 olduğunu görürəm.
Burada a kvadrat çıxın altını müxtəsər vurma düsturu kimi açıq 4 a plus 4 kiçik bərabər 0 yazıram. Və buradan -4, 4 aralığı olur. Bizdən mənfi qiymətlərini istəyir. Baxıram ki, -4, 4 aralığında olacaq. Yenə 4 çıx -4, yəni 4 üstə 4, mənfi mənfi edər müsbət olur. Üstə gəl 1 bərabər 9 qiyməti olacaq. Cavab olur 9. Burada mən 16-cı sualda deməli uyğunluğu müəyyən etməyimizi bildirir. X üstəgəl 4 böyük bərabər 0 götürürəm. Buradan x böyük bərabər -4 alıram. Deməli, buradan baxıram ki, təyin oblasti -4-dən müsbət sonsuzluq olur. Cavab olur 1-ə A variantı. İkinci ifadədə x çıxılsın 3-ün böyük bərabər 0 olduğunu tapıram. Buradan da x böyük bərabər 3. Buradan da 3 müsbət sonsuzluq. B variantının bura aid olduğunu tapıram. Sonra sonuncunu da tapaq. Deməli, x çıxılsın 4 böyük bərabər 0. Buradan da tapıram x böyük bərabər 4. Yəni 4-dən müsbət sonsuzluğa. E variantda bura gəlir. Sonra digər variantlara baxıram. Görürəm ki, burada yazıb ki, deməli, cüt funksiyadır. Burada cüt funksiya yoxdur. Cüt funksiyaya uyğunluq yoxdur. Cüt funksiya olmaq üçün belədir. OY oxuna nəzərən simmetri olmalıdır. Burada da elə bir funksiyam yoxdur. İndi növbətiyə baxırıq ki, azalan funksiyadır. Bəli. Deməli, baxıram ki, üçüncüdə kökaltı ifadə qarşısında mənfi var. Kökaltı ifadənin qarşısında mənfi olduğuna görə bu azalan funksiyadır. Deməli, D variantı həm də aid olacaq bura. Deməli, 1-ə A, 2-yə B, 3-ə D, E aid olacaq. 17-ci suala baxıram. 17-ci sualda bildirir. Yenə x üstə 3 böyük bərabər 0, x böyük bərabər -3 alıram. Deməli, -3 üstə müsbət sonsuzluğa bunun təyin oblastıdır. C variantı aid olur 1-ə. Gəlirəm 2-yə. Yenə x çıxılsın 2 böyük bərabər 0, x böyük bərabər müsbət 2. Deməli, 2-dən müsbət sonsuzluğa bəli, təyin oblastı var. D variantı gəlib aid oldu bura. Sonra baxıram üçüncüdə yenə x çıxılsın 3 böyük bərabər 0, x böyük bərabər 3 olacaq. Deməli, 3-dən müsbət sonsuzluğa B variantı aid oldu. Bura tək funksiyadır. Bilirik ki, tək funksiya olmaq üçün koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır. Elə bir variantım yoxdur. Artan funksiyadır. Baxıram ki, bəli, üçüncü funksiya kökaltı ifadənin qarşısı müsbət olduğuna görə artan funksiyadır. Deməli, E variantı aid oldu 3-ə. Deməli, 1-də C, 2-də D, 3-də B, E olacaq. Gələk 18-ci suala. 18-ci sualda baxıram ki, birinci verilib y bərabər x kvadrat üstə px üstə gəl q. Və burada baxıram ki, Euler-Venn diaqramına görə köklər 4, 2-dir. Viet teoreminə görə mən bilirəm. Mənim köklər x kvadratın əmsalı 1 olduğuna görə Vieti tətbiq edə bilərəm və köklərim 4, 2-dir. Köklər cəmi -p-yə bərabər 4 üstə 2 6-dırsa, deməli burada olacaq -6 x. Köklər hasili də q-dür. Yəni 4 2-nin 8 olacaq. Məndən q-ni istəyirdi. Q-ni tapdım ki, 8-ə bərabərdir. İndi gəlirəm ikincidə. Baxıram ki, mənim burada köklərim 2 ilə -5-dir. Mən burada bir dəfə 2-ni tətbiq edərəm. Gətirib x-in yerində qoyaram. Deməli, 2 çıxılsın m üstəgəl n bərabər olacaq. Yəni ikisini də sıfıra bərabər eləyirəm də 2 0 -5 0 götürürəm. Elə birbaşa bir-birinə bərabər eləyirəm. -5 çıxılsın m üstəgəl n. Buradan digər tərəfə keçəndə n-lər bir-biri ilə islah gedir. Qalır modulda 2 çıxılsın m bərabər modulda -5 çıxılsın m. Modulun xassəsinə görə bir dəfə 2 çıxılsın m bərabərdir -5 çıxılsın m-ə. Buradan da m-lər bir-biri ilə gedir. Qalır 2 bərabər -5. Belə bir uyğunluq olmur. Bir dəfə də yazıram ki, 2 çıxılsın m bərabər -5 çıxılsın m-in əksi. Yəni 5 üstə gəl m. Buradan da tapıram ki, -2m bərabər 3-ə. M bərabər -1,5-ə. 3 2-yə böləndə 1,5. Bizə bildirir ki, Q vurulsun M hasilini tapın.
İndi burada da Q vurulsun M. Q 8'dir. M də mənfi 1/5. 8-i mənfi 1/5'ə vuranda olur mənfi 12. Cavab olur mənfi 12. Keçək növbəti suala. Növbəti sualda yenə eyni qayda. Y bərabər x kvadrat üstəgəl px üstəgəl q kvadrat funksiyası verilib. Buradan baxıram ki, kvadrat funksiyamda Euler-Venn diaqramına görə köklərim 6 mənfi 3-dür. Y bərabər x kvadrat 6 üstə mənfi 3 müsbət 3 əksi mənfi 3x. 6-nı mənfi 3-ə vuranda edəcək mənfi 18. Buradan Q-nün mənfi 18 olduğunu tapıram. Digər funksiyada yenə eyni qayda mənfi 3, 7 qiymətlərim var. Gətirib qoyaram deməli. Mənfi 3 yazıram bir dəfə. Mənfi 3 çıxılsın m üstəgəl n bərabər. Bir dəfə də 7 qiymətini qoyaram. 7 çıxılsın m üstəgəl n. Buradan n'lər getdikdə moduldan mənfi 3 çıxılsın m bərabər modulda 7 çıxılsın m tapıram. İndi buradan da bir dəfə mənfi 3 çıxılsın m-i bərabər edirəm 7 çıx m-ə. Buradan baxıram ki, m-lər islah gedir. Mənfi 3 bərabər 7 alınır. Belə bir uyğunluq olmur. Bir dəfə də mənfi 3 çıxılsın m-i bərabər edirəm 7 çıx m idi. Burada olur m çıxılsın 7. M-lər keçir. Bu tərəfi olur mənfi 2m bərabər. Bura keçdi mənfi 3 müsbət 3 kimi keçir. 3-dən 7 çıxıram mənfi 4. M bərabər 2. 2 ilə m istəyir. Deməli, burada yazaq. Q-nü tapdım mənfi 18. Vurulsun. M-i də tapdım 2. Mənfi 18-i 2-yə vuranda cavab olur. Mənfi 36. Keçək növbəti sualımıza. Bildirir ki, fx bərabər a kvadrat çıx 64 kök altda 3 çıxısına vurulsun x funksiyasının qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə a parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Burada deməli 3-cü rübdədirsə mən ilk növbədə müəyyən edirəm. Burada mənim x-imdə mənfidir. Y-im də mənfidir. Mən bilirdim də əgər koordinat çəksəm, koordinat. Burada 3-cü rüb burada yerləşir. Burada baxıram x-ım da mənfidir, y-imin də mənfi hissələr. Deməli, bunu müəyyən elədim. X-ım da, y-ım da mənfidir. O səbəbdən gəlirəm bura. A kvadrat çıxsın 64-ü. A kvadrat çıxsın 64-ü. Kiçik bərabər 0, kiçikdir 0 götürürəm. Buradan da alıram ki, A çıxsın 8. A üstəgəl 8 kiçikdir 0. Buradan interval çəkək, mənfi 8, müsbət 8. İntervallar aralığını qeyd edək, müsbət, mənfi. Müsbət mənə mənfi qiymətlər lazımdır. Mənfi 8, müsbət 8 olacaq. Deməli, buranın qiyməti oldu mənfi 8, müsbət 8. Burada da baxıram ki, bu ifadəm mənfi olmaq üçün 3 çıxılsın A-nı da, 3 çıxılsın A-nı da götürməliyəm. Kiçikdir 0 kimi. Buradan da A digər tərəfə keçəndə A böyükdür 3 olur. Buradan da baxıram ki, 3 müsbət sonsuzluq. İndi mənə bunların kəsişməsi lazımdır. Deməli, interval çəkim burada, interval çəkim. Deməli, bu ifadəm mənfi 8-dən müsbət 8-ə qədərdir. Bunu yuxarı hissə ilə qeyd eləyək. Digəri də, deməli, bu 3-dən müsbət sonsuzluğa qədərdir. Bu da bu hissəyə gedir. İndi baxıram ki, bunların hər ikisinin ortağı olur 3, 8 nöqtəsi. Çünki A-nın qiymətlər cəmini istəyir. Mən də onun üçün ortaq qiymətlər. İndi burada 3, 8 aralığında olur 4, 5, 6, 7. Bunların cəmini 4 üstə 5 üstə 6 üstə 7, 9, 15, 22. Cavab olur 22. Deməli, uşaqlar, 3-cü bölmənin izahını verdim. Ümid edirəm sizlərə köməklik edəcək. Hər birinizə imtahanda uğurlar arzu edirəm.